Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. Sfera AZ bildirir ki, bu sözləri Axar AZ açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrdən danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı bir sıra məsələlərə yenidən baxılması qaçılmaz idi. Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm və hesab edirəm ki, onsuz da biz buna gələcəyik. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var, hərbi xidmət müddəti azaldılmalıdır. Üzeyir Cəfərov qeyd edib ki, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir. Alternativ xidmət haqqında qanunun qəbulu həm Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir, həm də zərurətdir. Hərbi xidmətlə həyatını bağlamaq istəyənlər onsuz da bu sahədə qalırlar. Digər sahələrə, elmə, mədəniyyətə və ya fərqli istiqamətlərə üstünlük verən insanlar isə özlərini orada reallaşdırmalıdırlar. Ekspert vurğulayıb ki, hərbi xidmət müddətinin azaldılması artıq ictimai sifarişdir və bu məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə olunur. İctimaiyyətdən gələn tələb var və deputatlar bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsində müzakirə edirlər. Təbii ki, plenar iclasa çıxarılması üçün qoşun birləşmələrinin, güc strukturlarının, ictimaiyyət və ET nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Bu real mexanizmə çevriləcək. Üzeyir Cəfərov əlavə edib ki, regionda və dünyada baş verən proseslər hərbi xidmət modelinə yenidən baxılmasını zəruri edir. Mövcud təhlükəsizlik mühiti hərbi xidmət müddətinin azaldılmasını zəruri edir. Sadəcə hərbi xidmətin digər komponentləri elə qurulmalıdır ki, gələcəkdə regionda baş verə biləcək hadisələr ordunun hazırlığına mənfi təsir göstərməsin.